Birinci bölüm. Cristiano Ronaldo. Bu arada işlerinde çoxumuzun ağlına qollar, rekordlar, mükafatlar gəlir. Amma bu video statistikalar haqqında deyil, bu video insan Ronaldo haqqındadır. Salamlar. Bu günləri Cristiano Ronaldo'nun necə kariyerinin başlamasını və necə kariyerinin devam etməsi haqqında danışacağıq. Cristiano Ronaldo dos Santos Aveiro 1985-ci ildə Portuqaliyanın Madeira adasında doğulub. Ailəsi kasıb ailə idi. Atası bağban işləyirdi və arka qol problemi var idi. Anası isə bir evdə 4 uşağı böyüdən güclü bir qadın idi. Ronaldo sonralardan deyirdi: "Bizim evdən bəzən yemək belə olmurdu." 12 yaşında tək başına Lisabona Sporting Akademiyasına gedirdi. Uşaq idi, ailəsindən uzaq, ortaq yaşları tərəfindən dialektinə görə ələ salınan bir uşaq idi. Bir gün məktəbdə müəllim su atdığı üçün məktəbdən qovulmaq üzrə idi. Amma futbol onun yeganə qaçış yolu idi. 16 yaşında Sporting'in əsas komandasına çıxdı və sonra Manchester United. Alex Ferguson onu görəndə dedi: "Bu uşaq fərqlidir." İlk illər çətin çəkdi. Rəqiblər onu showman adlandırırdı. Adətçilər fitnə basırdı. Amma Ronaldo hər tənqidi yanacaq kimi istifadə etdi. 2008-ci ildə ilk Ballon d'Or, sonra isə Real Madridə transfer oldu. Real Madrid dövrü artıq tarix idi. 450 gol, 4 Çempionlar Liqası, rekordlar, sonsuz mübahisələr. Messi ilə rəqabət futbol tarixinin ən böyük duelidir. Juventus'a keçəndə dedilər: "Yaşı keçib." O İtalya'da da çempion oldu. Manchester United'e geri döndü. Amma bu dönüş romantik olmadı. Münaqişələr, mühasibətlər, müsahibələr, tənqidlər və sonra da əlləsi. Bəziləri dedi pul üçün getdi. Amma bir şey unutdular. Ronaldo haraya gedibsə futbolda oraya aparır. Bu gün futbolçu Ronaldo təkcə futbolçu deyil. Bir mentalitetdir. İntizam, əzmkarlıq, heç vaxt doymamaq, onu sevməyənlər ola bilər. Amma bir həqiqət var. Cristiano Ronaldo heç vaxt asan yol seçməyir. Və bəlkə də onu böyük edən elə məhz budur. Və diqqətinizə çatdırım ki, Cristiano Ronaldo Əl-Nəsrə gedəndən sonra sanki Ərəbistan top liqalara çevrildi. Və indi bütün futbolçular Ərəbistan'a axın edirlər. Bunun səbəbi pul da ola bilər. Ancaq Cristiano Ronaldo mənim fikrimcə Ərəbistana getməsəydi, Ərəbistana belə axın olmayacaqdı. Və necə deyirlər? Cristiano Ronaldo futbolu özü ilə apardı Ərəbistana. Və insanlar bir şeyi tez-tez unudur. Cristiano Ronaldo heç vaxt istedadlı uşaq kimi böyüməyib. O, məcbur qalan uşaq idi. Atasının ölümü xəbəri gələndə Ronaldo artıq məşhur idi. Amma o gün o dedi: "Kaş atam məni bu gün görəydi." Bu cümlə çox şey izah edir. Ronaldo üçün futbol sadəcə oyun deyil, bu özünü sübut etməyə ehtiyacıdır. Real Madrid dövründə o hər mövsüm özünə düşmən qazanır. Azarkeşlər dedi, eqolu, media dedi, təkəbbürlü. Amma bir sual var. Əgər sən hər gün hamıdan daha çox işləyirsənsə, özünə güvənməyəcəksənsə, kim inanacaq sənə? Ronaldo səhər tezdən məşqə gəlirdi. Hamı çıxandan sonra zalda qalırdı. Buz vanaları, əlavə qaçışlar, gecə pəhrizi. O deyirdi: "İstedad səni zirvəyə çıxara bilər, amma səni onu saxlayan intizamdır." 2016-cı il Avro finalı zədələndi. Meydanı tərk etdi. Kameralar onu ağlaya-ağlaya göstərdi. Bəziləri güldü. Amma o gün Ronaldo kənarda məşqçi kimi qışqırırdı və Portuqaliya tarixində ilk böyük kubok qazandı. Juventus dövründə dedi: "Mən hələ bitməmişəm." 33 yaşında İtaliyada hamını susturdu. Başla vurduğu gol hələ də danışılır. Manchester United bu dönüş bir nağıl kimi başlamalı. O açıq danışdı, tənqid etdi, cəzalandırdı. Amma Ronaldo heç vaxt susan tip olmadı. Çünki o bilir, susmaq bəzən məğlubiyyətdir. Əl-Nəsr transferi dünyanın yarısı dedi, bitdi. Amma stadionlar dolu, liqa izlənirdi. Uşaqlar Ronaldo forması giyinirdi. Bu da faktdır. Cristiano Ronaldo heç vaxt hamı sevsin deyə oynamayıb. O iz qoymaq üçün oynayır. Bugün o rekordların adamıdır. Və ən çox gol və ən çox milli gol, ən çox izlənən idmançı. Amma bəlkə də ən vacib rekord budur. Heç vaxt təslim olmamaq. Cristiano Ronaldo tarixə yazıldı. Sevən də var, sevməyən də. Amma bir həqiqəti dəyişməz qalır. O bu oyunu öz yolu ilə oynadı və bu yol asan yol deyildi.
Bir videonun da sonuna çatdıq. Kanala abunə olmağı, videolar atmağı unutmayın. Belə videolar üçün yorumlarda bildirməyi unutmayın. Sağ ol, salamat qalın.